Hamiləliyin 23-cü həftəsində 540 qram çəkidə dünyaya gələn Nurun həyatı xilas edilib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi məlumat yayıb. Bildirilib ki, ötən il oktyabrın 18-i özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına təxliyə olunub. Yeni doğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya və vaxtından əvvəl doğulmuşların retinopatasiyası diaqnozları təyin edilib. Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzun müddətli intensiv müalicə daimi tibbi nəzarət nəticəsində həyatda qalıb. Bir neçə aylıq ağır mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb. Çəkisi 2 kiloqrama çatan körpənin həyati təhlükəsi aradan qalxıb və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıb. Qeyd edək ki, bu 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.